Ekspert 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2007-2012-ci illərdə Qafqaz Universitetinin Türk Dili və Ədəbiyyat fakültəsində təhsil almışdır. Hip-hopla 2009-cu ildən bəri məşğul olmuşdur. İlk vaxtlar mahnıları türk dilində idi. Dispersiya adlı musiqi parçası Ekspertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur. Yazdığı musiqilər yığma halında Maddə 1-də Mixtape and Psychology Bootleg albomlarında yayımlanmışdır. 2010-cu ilin sonlarında tərkibində yer aldığı Synapse Production adlı label yaradılmış, 2011-ci ildə həmin production tərəfindən Makaron albomunu yayımlamışdır. Synapse-in tərkibində Akola, Qəssab, Lapaq və digər albomlarını yayımlamışdır. Və bir də Sayrışan Hallar, Lal kimi, Yaxşı kimi solo trekləri və iştirak etdiyi TTM, Northverse, Ağır Metal, İri çaplı trekləri dinləyicilər tərəfindən sevilmişdir. 2019-cu ildə Synapse-dan ayrılmış, fəaliyyətini 101 Munave labelində davam etdirərək 7 albomunu ərsəyə gətirmişdir.